Salam dəyərli izləyicilər. Bugün Hippo Beynəlxalq İngilis Dili Olimpiadasının seçim mərhələsi ilə qarşınızdayıq. İngilis dilində maraq göstərən, öz biliklərini beynəlxalq səviyyədə sınamaq istəyən şagirdlər bugün Bakı, Sumqayıt və Gəncə şəhərlərində bir araya gəliblər. Bakıda seçim mərhələsi Odlar Yurdu Universitetində, Sumqayıtda Sumqayıt Dövlət Universitetində, Gəncədə isə Gəncə Dünya Məktəbində keçirilir. Bu məkanlarda iştirakçılar Hipponun rəsmi formatına uyğun şəkildə imtahan verirlər. Hippo Olimpiadası dünyanın müxtəlif ölkələrindən olan şagirdləri bir araya gətirən nüfuzlu beynəlxalq İngilis dili olimpiadalarından biridir. Bu platforma şagirdlərə yalnız dil biliklərini nümayiş etdirmək imkanı yaratmır. Eləcə də onları qlobal akademik mühitə yaxınlaşdırır, beynəlxalq təcrübə qazandırır və fərqli ölkələrdən olan həmyaşıdları ilə eyni mühitdə yarışmaq fürsəti verir. Hippo Olimpiadasında Böyük Yaxın Şərq və Mərkəzi Asiya regionuna daxildir və seçim mərhələsi bu regionun rəsmi təqviminə uyğun şəkildə keçirilir. Azərbaycana təşkil olunan bu mərhələ ölkə üzrə ilkin seçim, yəni ilkin mərhələ hesab olunur. Bu mərhələdə yüksək nəticə göstərən iştirakçılar əvvəlcə milli finala, daha sonra isə regional final mərhələsinə vəsiqə qazanırlar. Qeyd edək ki, Hippo Olimpiadasının regional final mərhələsi 24-27 iyun tarixlərində Bakı şəhərində keçiriləcək. Bu mərhələdə 40-dan çox ölkədən iştirakçıların ölkəmizə gəlməsi nəzərdə tutulur. Bu isə Bakı şəhərini təkcə regional yarış mərkəzi deyil, eyni zamanda beynəlxalq İngilis dili platformasını vacib görüş nöqtələrindən birinə çevirir. Növbəti və ən yüksək mərhələ böyük final mərhələsidir. Hipponun bu mərhələsi İtaliyanın Assis şəhərində keçirilir. Beləliklə, bu proses şagirdlər üçün yerli seçim mərhələsindən başlayaraq beynəlxalq səviyyəyə qədər uzanan real inkişaf və ölkəni təmsil etmə imkanı yaradır. Hippo Olimpiadasının tarixçəsi 2012-ci ildən başlayır. Elə məhz həmin il Global Hippo Association adlı qeyri-kommersiya təşkilatı yaradıldı. Bu təşkilatın əsas məqsədi İngilis dili biliklərinin əhəmiyyətini artırmaq, fərqli ölkələrdən olan uşaqları eyni platformada bir araya gətirmək və onlar arasında dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma mühiti formalaşdırmaq idi. İdeyanın davamı olaraq 2013-cü ildə sərhədsiz İngilis dili mottosu ilə ilk Hippo Olimpiadası baş tutdu. İlk il yarışmaya 6 ölkədən təxminən 5000 şagird qatıldı ki, onlardan 43 nəfər final mərhələsinə yüksəldi. Bu mərhələ Hipponun beynəlxalq İngilis dili olimpiadası kimi formalaşmasının başlanğıcı oldu. Sonrakı illərdə Hippo sürətlə genişlənməyə başladı. Bu olimpiada İngilis dilini sadəcə dərs fənni kimi deyil, həm də müxtəlif mədəniyyətləri birləşdirən vacib ünsiyyət vasitəsi kimi təqdim etdi. Şagirdlər üçün bu platforma həm biliklərini yoxlamaq, həm də beynəlxalq mühitdə özlərini sınamaq imkanı yaradır. 2023-cü ilə gəldikdə isə Hippo artıq çox geniş miqyaslı beynəlxalq olimpiadaya çevrilmişdi. Həmin il 64 ölkədən 83295 iştirakçı yarışmada yer aldı, 223 şagird isə final mərhələsinə vəsiqə qazandı. 2024-cü ildə Hipponun 12-ci finalı keçirildi və yarışmanın beynəlxalq dil standartlarına uyğunluğu bir daha vurğulandı. İmtahanlar Avropa Ümumi Dil İstinad çərçivəsi sayılan CEFR-a uyğunlaşdırıldı. İstifadə olunan qiymətləndirmə meyarları isə beynəlxalq səviyyədə tanınan və rəsmi qurumlar tərəfindən təsdiqlənmiş İngilis dil standartlarına əsaslandı. Bu da iştirakçılara yalnız yarış təcrübəsi deyil, eyni zamanda keyfiyyətli və etibarlı dil qiymətləndirilməsi kimi imkanı verir. 2025-ci il Hippo üçün rekord il oldu. Bu dəfə yarışmaya 70-dən çox ölkədən 93260 şagird qatıldı. 3208 məktəb bu prosesdə iştirak etdi və təxminən 220 şagird final mərhələsinə yüksəldi. Ümumilikdə isə bu illər ərzində Hippo platformasında iştirak edənlərin sayı 555314 nəfərə çatdı. 2026-cı ildə isə artıq Hipponun 14-cü buraxılışı keçiriləcək. Təşkilat dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən geniş şəbəkə vasitəsilə daha çox şagirdi və məktəbi bu beynəlxalq platformaya cəlb edir. Olimpiada ana dili İngilis dili olmayan şagirdlər üçün nəzərdə tutulub və onlara həm yeni imkanlar, həm beynəlxalq təcrübə, həm də uzun müddətli dostluqlar qazanmaq imkanı yaradır.
İndi isə siz dəyərli izləyicilər üçün ən maraqlı hissəyə keçirik. Birazdan canlı bağlantı ilə Sumqayıta bağlanacağıq. Komandamızdan Zəhra hazırda Sumqayıt Dövlət Universitetindədir. Gəlin oradakı vəziyyətlə tanış olaq. Salam Zəhra, söz səndədir. Salam Aysu. Hazırda Sumqayıt Dövlət Universitetindəyim və burada da HIPPO Beynəlxalq İngilis Dili Olimpiyadasının seçim mərhələsi davam edir. İmtahan zalında şagirdlər diqqətlə sualları cavablandırır, vaxtlarını düzgün planlaşdırmağa çalışırlar. Burada hiss olunan əsas məqamlardan biri iştirakçıların motivasiyasıdır. Şagirdlər bu olimpiyadaya yalnız imtahan kimi yox, beynəlxalq mərhələlərə aparan yolun ilk addımı kimi eləcə də ciddi yanaşırlar. Onlarla yanaşdığımızda da bu məqamlar hiss olunur. Bəziləri çox həyəcanlıdırlar və suallara fokuslanaraq cavab verməyə çalışırlar. Könüllərimiz də bu prosesdə fəal iştirak edir. Onlar qeydiyyat, yönləndirmə, materialların paylanması və önmə haqqının düzgün təşkil olunması üçün iştirakçılara dəstək göstərirlər. Sumqayıt və ətraf şəhər rayonlardan gələn şagirdlərin ingilis dilinə olan marağı burada açıq şəkildə hiss olunur. Sumqayıtdan hazırda ötürə biləcəyimiz əsas məlumatlar bunlardır. Sözü yenidən sənə ötürürəm Aysu. Təşəkkür edirik. Sumqayıtdakı bütün iştirakçılara uğurlar arzulayırıq. Növbəti canlı bağlantımız Gəncə şəhərindəndir. Komandamızdan Gülyetər hazırda Gəncə Dünya Məktəbindədir. Salam Gülyetər, Gəncədə vəziyyət necədir? Bizə məlumat verə bilərsən? Salam Aysu. Gəncədə vəziyyət çox yaxşıdır. Biz yenidən Gəncə Dünya Məktəbindəyik və burada da HIPPO Olimpiyadasının seçim mərhələsi qaydalara uyğun şəkildə davam edir. Gəncə və ətraf rayonlardan gələn şagirdlər imtahana yüksək motivasiya ilə qatılıblar. Onların əsas məqsədi yalnız nəticə əldə etmək deyil, eyni zamanda öz ingilis dili bacarıqlarını sınamaqdır. Həmçinin onlardan aldığımız bəzi müsahibələrdə də maraq və həyəcanların yüksək olduğunu müşahidə edirəm və bu da imtahana daha müsbət nəticə bəxş edir. Belə ki, Olimpiyadanın regional final mərhələsi də məhz ölkəmizdə keçirildiyi üçün yarışmada medal qazanaraq bu mərhələdə də iştirak etmək istəyirlər. Gəncədən ötürə biləcəyim məlumatlar hələlik bunlardır. Söz sizdədir Aysu. Çox sağ ol Gülyetər. Gəncədə iştirak edən bütün şagirdlərə də uğurlar arzulayırıq. HIPPO 2026 Olimpiyadası ümumilikdə 12 beynəlxalq kateqoriya üzrə təşkil olunur. Bunlardan 7-si adi, 5-i isə xüsusi kateqoriyadır. Bölgü şagirdlərin yaşına, sinfinə və təhsil aldıqları məktəbin dil mühitinə uyğun müəyyən edilir və bütün sistem CEFR standartlarına əsasən qurulub. Adi kateqoriyalar dövlət və özəl məktəblərdə təhsil alan, ingilis dilini əsasən ikinci dil kimi öyrənən şagirdlər üçün nəzərdə tutulub. Xüsusi kateqoriyalar isə çoxdilli beynəlxalq məktəblərdə, həmçinin dərsləri tam və ya qismən ingilis dili dərsində keçirilən təhsil müəssisələrində oxuyan şagirdlər üçün nəzərdə tutulub. Bura Cambridge və IB proqramları üzrə təhsil alan şagirdlər də daxildir. Kiçik siniflərdə isə 1 və 2-ci siniflər Baby Hippo, 3-cü və 4-cü siniflər isə Little Hippo kateqoriyalarında iştirak edirlər. Qiymətləndirmə qaydasına əsasən reading hissəsində hər düzgün cavab 1 balla, Use of English hissəsində isə hər düzgün cavab 1,5 balla hesablanır. İmtahanda mənfi bal tətbiq olunmur. Yekun nəticə hər iki hissənin toplamı əsasında müəyyən edilir. Bütün cavablar Optical Marker Cognition, yəni optik cavab tanıma vərəqində qeyd olunur. İmtahan materialları yalnız imtahan günü iştirakçıların qarşısında açılır. Bu isə yarışmanın şəffaf və standartlara uyğun şəkildə keçirilməsini təmin edir. Salam, özünü təqdim edə bilərsən? Salam, əlbəttə. Mənim adım Nəzrin Məmmədzadə, 1 nömrəli tam orta məktəb 8-ci sinif şagirdiyəm. Nəzrin, bu gün özünü necə hiss edirsən? Yaxşıyam. Yəni nə qədər ki stressdə olsam da özümə güvənirəm. İngilis dilinə marağı necə yarandı ümumiyyətlə? Ümumiyyətlə kiçik yaşlardan etibarən ingilis dilində cizgi filmlərə, hətta kinolara baxaraq speaking, danışığı inkişaf etdirməklə ingilis dilinə marağım artdı. Bu olimpiyadasında iştirak etməyə səni nə vadar etdi? Təbii ki, mənim uğurum və təhsilə açdığım qapılar, uğurlu qapılar məni daha da uğurlu yerlərə aparacağına inandığım üçün HIPPO-da iştirak etmək qərarına gəldim. Bəs imtahana necə hazırlaşmısan? Hardansa kömək almısan? Əslində özüm üzərimdə çox çalışmaqla özümü inkişaf etdirmişəm. Yeni sözlər, həmçinin də qrammatikalar üzərində özümü inkişaf etdirməklə bu HIPPO Olimpiyadasında özümə güvəndiyim üçün özümü inkişaf etdirmək istədim və bura gəlmək istədim. Burdan kiməsə salam göndərmək istəyirsən? Adətən buradan yəni bütün müəllimələrimə, mənə dəstək olan valideynlərimə yəni təşəkkür etmək istəyirəm. Salam, özünü təqdim edə bilərsən? Yes, I do. My name is Uğur and
I'm in second grade. I am 8 years old. Yarışmaya necə hazırlaşmısan? Very good. Well, Kiminlə hazırlaşmısan yarışmaya? with the others. Salam, özünü təqdim edə bilərsən? Salam, mənim adım Mehrin Qurbanzadədir. Mən 6-cı sinifdə Seyid Cəfər Humanitar Fənlər Gimnaziyasında oxuyuram. Meyrin səni Hippo Olimpiyadasına qoşulmağa nə həvəsləndirdi? Mənə həvəsləndirən həm ingilis dili oldu, həm də hazırlıq müəllimələrim və valideynlərim oldu. Bəs ingilis dilində marağın, həvəsin necə yarandı? İngilis dilinə marağım mən böyüyəndə, yəni vəkil, hakim olmaq istəyirəm. Ona görə də bir çox dilləri öyrənmək istəyirəm. İngilis dilinə marağım böyüyəndə. Bəs ingilis dili öyrənərkən ən çox sevdiyin hissə harasıdır? İngilis dili öyrənərkən ən çox dinləməyi sevirəm və oxumağı, ingilis dili sözləri ya da mətnləri oxumağı daha çox sevirəm. Buradan kiməsə salam göndərmək istəyirsən? Valideynlərimə və hazırlıq müəllimlərimə salam göndərirəm. Uğurlar. Hippo 2 və Hippo 3-də oxu hissəsində 34 sual olur və buna 30 dəqiqə vaxt ayrılır. Dil hissəsi isə 20 sualdır və 20 dəqiqə davam edir. Yenə ümumi vaxt 50 dəqiqədir. Hippo 4-də oxu hissəsi 34 sualdır və 40 dəqiqə çəkir. Dil hissəsi isə 20 sualdır və 30 dəqiqə davam edir. Ümumilikdə vaxt 70 dəqiqədir. Hippo 5-də isə oxu hissəsi 40 sualdan ibarətdir və 45 dəqiqə davam edir. Dil hissəsi 20 sualdır və 30 dəqiqə vaxt verilir. Ümumilikdə 75 dəqiqə olur. Beynəlxalq ingilis dilli məktəblər üçün olan kateqoriyalarda da oxşar sistem tətbiq olunur. Hippo S1 və S2-də oxu hissəsi 34 sualdır və 30 dəqiqə çəkir. Dil hissəsi isə 20 sualdır və 20 dəqiqə davam edir. Ümumi vaxt 50 dəqiqədir. Hippo S3-də oxu hissəsi 34 sualdır və 40 dəqiqə davam edir. Dil hissəsi 20 sualdır və 30 dəqiqə çəkir. Ümumi vaxt 70 dəqiqədir. Hippo S4 və S5-də isə oxu hissəsi 40 sualdır və 45 dəqiqə davam edir. Dil hissəsi 20 sualdır və 30 dəqiqə vaxt alır. Ümumi müddət 75 dəqiqədir. Yəni bu imtahanda təkcə söz bilmək kifayət etmir. Şagirdlər həm mətni düzgün başa düşməli, həm qrammatikanı tətbiq etməli, həm də vaxtı düzgün idarə etməyi bacarmalıdır. Salam, özünü təqdim edə bilərsən? Bəli, mən İlknur Məmmədli 6-cı sinifdə oxuyuram. 108 nömrəli tam orta məktəbdə oxuyuram. İlknur Hippo Olimpiyadasına qoşulmaq üçün səni nə həvəsləndirdi? Məni birinci yer tutmaq və özümə inanım məni həvəsləndirdi. İngilis dilini necə öyrənmisən? Müəllimim Əminə müəllimə ilə və özüm. Gözləntilərin nələrdir bəs olimpiyada haqqında? Olimpiyadadan yaxşı gözləyirəm, özümə inanıram və birinci yeri inşallah tutaram. Aha, yaxşı. Buradan kiməsə salam göndərmək istəyirsən? Bəli, anama göndərirəm. Salam, özünü təqdim edə bilərsən? Salam, mənim adım Toğrul Hüseyn Əliyevəm. Mənim ad günüm oktyabrın 8-dir, 2018-dədir. Toğrul hansı məktəbdə oxuyursan? Neçənci sinif şagirdisən? Mən 5 nömrəlidə oxuyuram. 2H nömrəli uşağıyam. İngilis dilində həvəsin necə yarandı? Mən çox da ingilis şeyləri öyrəndim və ona görə də ingilis həvəsim oldu və çoxlu şeylər öyrənmək istədim. Ona görə ingilis həvəsim oldu. Bəs səncə olimpiyadada medal qazanacaqsan? Məncə də. Buradan kiməsə salam göndərmək istəyirsən? Bəli, atama salam göndərmək istəyirəm. Uğurlar. Salam, özünü təqdim edə bilərsən? Salam, mən Vəliyev Aygün 95 nömrəli məktəbin 9-cu sinif şagirdiyəm. Aygül Hippo Olimpiyadasına qoşulmaq üçün səni nə həvəsləndirdi? İngilis ilə olan həvəsim təbii ki. İngilis dilində olan həvəsin bəs hardan yaranıb? Uşaq vaxtı oynadığım oyunlar, yeri gələndə kitablar falan belə. Bəs ingilis dilində ən sevdiyin hissə hansıdır? Ən sevdiyim isə writing hissəsi. Bugünkü olimpiyada haqqında gözləntilərin nələrdir? Özümdən yüksək gözləyirəm, özümə güvənirəm. İnşallah birinci yeri tutaram. Buradan kimə salam göndərmək istəyirsən? İngilis dili müəlliməm Nazilə müəllimə salam göndərirəm. Uğurlar. Salam, özünü təqdim edə bilərsən? Salam, bəli, mənim adım Elif, soyadım İsmailzadə. Mən 6 nömrəli liseydə oxuyuram. Elif, sən bu olimpiyadaya gəlmək üçün nə həvəsləndirdi? Mən bu olimpiyadaya gəlməyə o həvəsləndirdi ki, mən bura gəlib birinci yerdə qalib olmaq istəyirdim. İngilis dilini hardan öyrənmisən, necə öyrənmisən? İngilis dilini həm məktəbdən, həm də hazırlıq müəlliməm ilə birlikdə öyrəndim. Bəs olimpiyadaya kiminlə hazırlaşmısan? Olimpiyadaya isə həm özüm, həm də ingilis dili hazırlıq müəllimimlə hazırlaşmışam. Olimpiyadalardan gözləntilərin nələrdir? Olimpiyadadan gözləntilərim yüksək bal almaq və birinci olmaqdır. Buradan kiməsə salam göndərmək istəyirsən? Bəli, ailəmə və müəllimələrimə. Uğurlar. Salam, özünü təqdim edə bilərsən? Salam, mən Məmmədzadə Abbas, 39 nömrə tam orta məktəbin 6-cı sinif şagirdiyəm.
Abbas səni bu olimpiyadaya gəlmək üçün nə həvəsləndirdi? Anamın motivasiyası. Bəs ingilis dilinə olan həvəsin necədir? Əsasıyla dil öyrənməyi çox sevirəm. Bəs hardan öyrənirsən təzə dillər öyrənəndə? Duolingo vəsaitindən bir də tapşırıqlar işləyərək. Olimpiyada ilə Duolingo ilə hazırlaşmısan? Bəli, hazırlaşmışam, amma 50%, biraz da test işləmişəm. Düşünürəm ki, yüksək nəticə toplayacağam. Buradan kiməsə salam göndərmək istəyirsən? Anama. Salam, özün təqdim edə bilərsən? Mənim adım Əliyev Nicat. 6-cı sinifdə oxuyuram və 95 nömrəli tam orta məktəbdə oxuyuram. Nicat Hippo olimpiyadasına gəlmək üçün səni nə həvəsləndirdi? Mən həm ingilis dili üçün özümü çalışdırmaq istəyirəm və ona görə gəldim. Bəs ingilis dilini hardan öyrənmisən, necə öyrənmisən? Uşaq vaxtından çalışıram və hazırlıqlardan. İngilis dilində ən çox sevdiyin hissə hansıdır? Öyrənməyim və yüksək siniflər haqqında bilməyimdir. Olimpiyada haqqında gözləntilərin nələrdir? Medal qazanacağını düşünürsən? Bəli. Buradan kiməsə salam göndərmək istəyirsən? Hippon işçilərinə. Salam, özün təqdim edə bilərsən? Salam, mənim adım Ayxandır. Günəşlidən gəlmişəm. 290 nömrəli məktəbdə oxuyuram. Ayxan neçənci sinif şagirdsən? 7-ci sinif. Bu gün özünü necə hiss eləyirsən? Yaxşı. Bu olimpiyadaya gəlmək üçün səni nə həvəsləndirdi? Əvvəlki olimpiyadalarda yer tutub xaricə getmişdim. Burada da xaricə getmək məqsədi ilə gəlmişəm. Bəs ingilis dilindəki bu həvəs səndə hardan yaranıb? Əvvəllər məktəbdə oxuyanda mənim müəlliməm həmişə məni həvəsləndirirdi, ona görə belə həvəsləndim. İngilis dilində ən sevdiyin hissə hansı hissədir? Mənə görə mətnlərdir ya da qrammatika Burada kiməsə salam göndərmək istəyirsən? və müəlliməm Afina müəllim. Uğurlar. Salam, özün təqdim edə bilərsən? Bəli, mənim adım Emildir və mən 4-cü mikrorayondayam və mən 5-ci sinifdə oxuyuram. Emil, bugünkü olimpiyada haqqında düşüncələrin necədir? Yaxşıdır. Mən inanıram ki, mən bu olimpiyadada qazanacağam və ikinci olimpiyada qazanıb İtaliyaya gedəcəm. İngilis dili üçün səni nə həvəsləndirdi? Mən həvəsləndirdi ki, mən ingilis dilini yaxşı başa düşürəm və mən çoxlu olimpiyadaya getmişəm və hamısında da birinci yer tutmuşam. Ona görə bu olimpiyadaya gəldim. Buradan kiməsə salam göndərmək istəyirsən? Mən öz anamla, atamın və babamla nənəmə salam göndərmək istəyirəm. Beləliklə, Hippo Beynəlxalq İngilis Dili Olimpiyadasının seçim mərhələsi başa çatır. Seçim turu üzrə nəticələr 3 həftə ərzində Hippo Olimpiyadasının rəsmi veb-saytında, eləcə də Global Olympic Center-ın rəsmi kanallarında paylaşılacaqdır. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, salamat qalın.